Mən Nic qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Frans müəllim, familiyam da Bartanov. O dinlər indiki fəaliyyət göstərən devirdən o biri devirə o qədər bir fərqi yoxdur. O dinlər Xristiyan adına aiddir, icmasına. O vaxt olmuşdur. Bizim bu yerli zadında, bu Qarabağ zonasında yaşayan o dinlər hamısı bizim bu Alban xalqının nümayəndələri olub. Alban xalqının da bir nümayəndəsi o dinlər olub. Orada 14-15 sayfa olub. Onun biri də o dinlər olub. Yeganə o dinlərdir ki, öz xristiyanlığını, o birilər də xristiyan olub. Onlar sonra dəyişilib, yeganə millətdir ki, o dinlər xristiyanlığını saxlayıb, bugün də saxlayır. Sovetdə işləmişəm 40 il, 45 il. Bütün növləri tanıyıram. 52-ci ilə kimi olub Azərbaycan sektoru. Mən özüm axırıncı Azərbaycan sektorunu qurtarmışam. 1961-ci ildə. 61-ci ildə qurtarmışam 10 illiyi Azərbaycan dilində. Məndən sonra gələn Rus dilini qurtarıb. 52-ci ildə Rus dili bura olub. 51-də axırıncı sinifdə mən getmişəm 1-ci sinifə. Həmin dövrdən Rusca oxuyur bizim uşaqlar. İndi kənddə hər cür məktəb var. Azərbaycan dilində də var, Rus dilində də var. Yəni 3 məktəb Rus dilindədir, 2 məktəb Azərbaycan dilindədir. İşlədiyim dövrdə, oxuduğum dövrdə mən demirəm Azərbaycan sektorunda həm Azərbaycanlılar, həm biz bir yerdə oxumuşuq. Mənim indi yoldaşlarım, dostlarım var da o məktəbi qutaran. Yəni o çağa kimi daha doğrusu çoxlu məqamlar olub ki, biz bir yerdə olmuşuq. Bu Rus məktəbi olandan sonra getdi Azərbaycan dili o yana, Rus dili bu yana biraz ayrılma oldu. Uşaqlarda ayrılma oldu. Çox uşaqlar Azərbaycanlılar Rus dilində oxuyan var. O dinlər hamısı Rus dilində oxuyur. Maldarçılıq da var, əkinçilik də var. İpəkçilik olub da onu da ləğv edirlər. Bir neçə ildir yoxdur, az güc effekt vermir daha. Tütüncülük olub, indi yoxdur. Möhkəm tütüncülük olub. İndi tütünücü əkmirlər, tək-tük kəndlərdə olur, tütün əkirlər. O da yoxdur. Hal-hazırda taxılçılıqdır, heyvandarlıqdır. 82 yaşım var. Mən özüm də olsa, evlənəndə məsəl üçün, gediblər araq içməyə. Bir gecə gedib, oturub, araq içib, ad eləyib gəlirlər, filankəs-filankəsindir. Ondan sonra kiçik nişan olur, 5-6 nəfərlə. Sonra olur böyük nişan, 100 nəfərlə belə otururlar. Sonra da toy məclisdə toydur da, 200-500, nə qədər, kim nə qədər bacarır, kim nə qədər çağırır elə. Toyları da həyətlərdə eləmişik. Azərbaycanda bizdə çox cürə yemək bişirirlər. Bizdə çoxlu salat olur. Müxtəlif salatlar, 3-4 cürə. Ondan sonra toyuq soyutma edirlər, toyuq verirlər. Ondan sonra bir neçə cür kebab olur. Qazan bişintisi olur, yaxını deyirik biz ona. Siz bilmə, yəni qazanda bişirib maşazat belə. Bozartma kimi? Bozartma yox, pörtləmə. Bu yaxını deyirik, onu aparıb qoyurlar cəmaatın qabağına. Ondan sonra kebab, lülə kebab olur, nə bilim, tikə kebab olur. Novruz bayramı bizdə eləyirik ki, yəni obşi, belə fərdi zad yoxdur. Orucluq bayramını eləmirik. Bizdə Təzəil bayramıdır, müqəddəs. Sonra 8 mart bayramı eləyirik onun biz qadınların hamısına. Sonra bayramlar, milli zadlar. Çoxlu bayramlar var, hansını deyim? 8 mart günü daha çox qadınlara nə alırsınız? Vallahi. Bir də qadınlar nə gözləyir? Qadınları işləməyə qoymuruq ki, sizin bayramınız bugün. Bu gül hökməndir. Da indi kim nə bacarırsa badarka, qızıl alan var, nə bilim, don alan var, o bir şey. Yəni belə də. Sizin aldığınız hansısa hədiyyədən heç narazı qalan olub? Çox, qalan da olur, olmayan da olur, nə bilim. O sırada qadınlar da nə qədər çox eləsən, o qədər çox istəyir. Bizim evli oldu, sizin oldu. Bugün ikisini eləmizdə sabah bir iki olsun. Ailəvizə ait bir albomunuz yoxdur? Yoxdur, mən eləməmişəm. Bəs darıxmırsınız ailənizin xatirələrini? Mən darıxıram, mağaram.